Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz 16-cı paraqraf yer planeti dərsi olacaq. Gəlin bu dərsdə açar sözlərə baxaq. Dünya, yaşayış məskəni. Deməli, siz Leylanın sualına necə cavab verərdiniz? Görəsən başqa planetlərdə canlılar varmı? Uşaqlar, biz bundan əvvəlki dərsdə öyrəndik ki, əldə edilən elmi biliklərə əsasən canlı həyatın ancaq mövcud olduğu, yaşamın ancaq mövcud olduğu planet yer planetidir. Buradan belə nəticə çıxır ki, yəni Leylanın sualına cavab olaraq təəssüf ki, hal-hazırda digər planetlərdə canlı həyat müşahidə olunmayıb. Yəni ancaq və ancaq yerdə həyat yaşamaq mümkündür. Nəysə, öyrənməyə keçək. Yer kürəsi Günəş sistemindəki digər planetlərdən fərqlənir. Bəli, çünki burada hava, su, torpağın və canlılar mövcuddur. Bu da deməkdir ki, canlı həyat, yəni yaşam mövcuddur uşaqlar. Torpaq, su, hava, canlılar, bunu görürük. Yer kürəsində dağlar, çəmənlər, meşələr, səhralar, çaylar, göllər, okeanlar var. Bunlar həm də canlıların yaşayış məskənidir. Bəli. Müzakirəyə baxaq. Yer kürəsini digər planetlərdən necə fərqləndirərdiniz? Yaşam digər planetlərdən fərqli olaraq yer planeti müəyyən bir düzüm üzrə düzülmüşdür. Yəni müəyyən bir ölçü üzrə düzülmüşdür. Yetərincə soyuq deyil, yetərincə də isti deyil. Yəni ümumi olaraq göstərdik. Digər planetlərdə temperatur 300 dərəcəyə qədər qalxır. Bizdə maksimum temperatur 57 dərəcə olmuşdu bildiyimiz kimi. Yəni ən soyuq temperatur da -71 dərəcə. Yəni bu deməkdir ki, uşaqlar bir dəngə üzərində qurulub yer planeti və yer planetində yaşam mövcuddur. Tapşırığa baxaq. Sözlərdən istifadə edərək mətni tamamlayın və dəftərinizə yazın. Yer kürəsi Günəş sisteminin planetlərindən biridir. Deməli, burada birinciyə yazacaqsınız. Yaşılla qoyuram. Birinciyə yazacaqsınız yer planeti. Birinciyə yazacaqsınız Günəş sistemi. Bəzən o mavi planet də adlandırılır. Buna səbəb planetimizin çox hissəsinin su ilə əhatə olunmasıdır. İkinciyə bura su yazacaqsınız. O həm də bizi nəfəs almaq üçün hava və üçüncüyə hava yazacaqsınız bura. Hava və meyvə-tərəvəz yetişdirmək üçün torpaq ilə təmin edir. 4-də də torpaq yazacaqsınız. Deməli, birinci Günəş sistemi, ikinci su, üçüncü hava, dördüncü torpaq. Şəkilləri nəzərdən keçirin. Səhra və meşəyə aid olan ən azı 2 əlamət sadlayın. Səhra quraqlıqdır. Səhra quraqlıq keçir və orada demək olar ki, su tapmaq çox çətindir. Səhrada yaşayan canlılar olduqca azdır. Bu arada uşaqlar, səhrada canlı yaşayanlar var. Əqrəbdir, ilanlardır və s. və s. Yaşayan canlılar var, amma çox azdır. Bir də var meşə. Daimi bolluq olur. Daimi yaşıllıq olur. Yəni meşələrin əksəriyyətində, xüsusilə Amazon meşələrində daimi su ilə təmin oluna bilir. Yağış miqdarı mövcuddur. Yəni ilin müəyyən hissələrində daimi olaraq yağış yağır. Və belə deyək ki, uşaqlar, canlı orqanizmlərin, digər canlıların yaşayış məskəni olaraq da bilinir. Yəni daha çox canlı yaşayır. Belə. Planetimiz hansı xüsusiyyətlərinə görə, bunu dedim. Hansı yaşayış məskəni əksər canlıların yaşaması üçün daha əlverişlidir? Bu meşədir uşaqlar. Yəni meşə. Meşə daha çox canlıların yaşaması üçün əlverişlidir. Özünüzü yoxlayına gəlirik. Planetimiz hansı xüsusiyyətlərə görə canlıların yaşaması üçün əlverişlidir? Su, oksigen, yəni hava, torpaq kimi, yəni bunun kimi ən vacib olan inqrediyentlərlə zəngindirsə, deməli uşaqlar, həqiqətən də planetimiz əsl yaşam üçün əlverişlidir. Canlıların yaşadığı hansı yaşayış məskənlərini tanıyırsınız? Deməli, suda yaşayanlar var, quruda yaşayanlar var. Səhra da quru sayılır ümumiyyətlə. Suda və quruda yaşayanlar var, belə deyə bilərik. Yəni okeanda yaşayanlar var, çayda yaşayanlar var, göldə yaşayanlar var. Məsələn, çayda daha çox timsahlar yaşayır. Çünki timsahlar belə deyim, duzlu su
mühitində yaşamırlar. Ona görə dəniz və okeanlarda yaşaya bilməzlər. Şirin su mövqelərində yaşayırlar daha çox. Sonra canlıların yaşadığı hansı yaşayış məskanını tanıyırsınız? Bu sualda cavabımızı verdik. Meşədə yaşayan, səhrada yaşayan, okeanda, dənizdə, çayda, göldə və s. yerlərdə yaşayan canlılar mövcuddur. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik uşaqlar. Hələlik.